ki biz izah edək. Çünki adları, bayaqları dərgisidir ki, adları eyni olan mahnılar var, amma tamam orada intonasiyadır, vurğudur, emosiyadır, hisslərimiz tamam fərqlidir. Məsələn, biz ki, payız fəslindən ayrılan bir mahnıdır. Səyid Rüstəmov, Mürvətli Seyidzadeyə yazılan, həsr müəllifləri olan mahnıdır. Mahnı necə idi? Oxuyun görün. Payız gəlir, əsir külək, düşür yerə, qızıl yarpaq. Payız gəlir, əsir külək, düşür yerə, qızıl yarpaq. Amma bir mahnı var. Payız gəldi, uçdu getdi quşlar, sən də getdin, bax yağdı yağışlar. Payız gəldi, qərb oldu dəniz, bu dənizin gözü yaşlı sənsiz yar. Bu dənizin gözü yaşlı sənsiz. Nadir bu mahnından o bir mahnasının fərq nədəydi? Birinci oxuduğumuz payız mahnısı o, Qərb xarakterli. Qəmli, həzin, afərin. İkinci mahnımız isə şən xarakterlidir. Afərin. Orada emosional hisslərimizi biz nədir? Dəyişdik. Bəli. Sonra ifadə vasitələri var ki, musiqidəki biz elə mahnılar var ki, orada necə ki, siz bu yağları dediniz, vurğudan danışdınız ki, vurğu üzərinə düşəndə sözün mənası dəyişir. Mahnıda da elədir. Məsəl üçün, Müslüm Ağamayevin məhnısı var. Ey əziz anam, Azərbaycan. Görürsünüz, hecalara ayırdıq onları. Sonra necə oldu? Səsimizin tonunu, dinamik işarələr orada. Forte, səsi neyini? Artırır. Piyanonun səsi azaldır. Səsi tədricən artırır axırda. O necəsə, Rişenda, Tinnoyenda. Bütün bunlar uşaqlar musiqinin ifadə vasitələridir ki, bunlar da insanların hiss həyəcanı, emosiyalarla biz onlara çalışırıq ki, musiqidə bürüzə verə bilək. O mahnını bilirsiniz. Ey əziz anam, Azərbaycan.